Uzun illər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sistemində müxtəlif vəzifələrdə çalışmış Məhəmməd Musayev barəsində yeni araşdırmalar başlanılıb. Bu barədə No Comment nəşri məlumat paylaşıb. İddia olunur ki, Musayev uzun müddət qurumda yüksək vəzifələrə keçmiş sədr Salih Məmmədovla qohumluq əlaqələrinə görə təyinatlar alıb. Ehtimala görə Musayev rəhbərlik etdiyi idarələrdə ciddi maliyyə pozuntularına yol verib. Məlumatda qeyd olunur ki, Məhəmməd Musayev 2016-cı ildən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sisteminin bir neçə strukturunda rəhbər vəzifələrdə çalışıb. Həmin müddətdə onun fəaliyyətinə dair müxtəlif şikayətlər daxil olduğu, işçilərə münasibətdə kobud davranış, idarə etmədə qohumbazlıq və sui-istifadə hallarının olduğu da qeyd olunur. 6 milyon manatlıq ehtiyat hissələr yoxa çıxıb. Musayevin rəhbərlik etdiyi 18 saylı yol idarəsində aparılan maliyyə yoxlamaları zamanı Çexiyadan Tatra yük avtomobilləri üçün ehtiyat hissələrinin alınması məqsədi ilə təqribən 6 milyon manatlıq müqavilə bağlanmasına baxmayaraq detalların faktiki olaraq gətirilmədiyi aşkara çıxıb. Bundan sonra Musayevin vəzifədən uzaqlaşdırılması barədə qərar verilib, lakin o işdən çıxarılmaq əvəzinə 7 saylı xüsusi təyinatlı yol idarəsi keçirilib. Hazırda aparılan əlavə yoxlamaların nəticələrinin gözlənildiyi və araşdırmaların davam etdiyi bildirilir. 7 saylı idarə ilə bağlı yeni iddialar da var. Hazırda Məhəmməd Musayevin vəziyyətinin gərgin olduğu deyilir. İddia olunur ki, Musayevin rəhbərlik etdiyi 7 saylı xüsusi təyinatlı yol idarəsində son 3 ildə müxtəlif maliyyə və idarəçilik pozuntuları baş verib. Eskalatorlar üçün nəzərdə tutulan, lakin alınmayan detallar, keçid və tunellərin işıqlandırılmasına ayrılan vəsait, eləcə də generatorlar üçün ayrılan dizel yanacağı təyinatı üzrə istifadə edilməyib. Bu proseslərdə Musayevin yaxın adamı Nazir Nehmətovun əsas rol oynadığı, idarəyə ayrılan benzin isə Sənan Quliyev vasitəsilə qanunsuz satıldığı iddia edilir. Mənbə əlavə edir ki, Musayev idarədə özünü toxunulmaz kimi aparıb və işçilərlə kobud davranıb. Həmçinin hər ay müxtəlif obyektlərə qanunsuz elektrik verilməsi ilə əlavə gəlir əldə edildiyi, ümumi mənimsəmənin milyonlarla manatı əhatə etdiyi ehtimalı var. Keçidlərə qanunsuz elektrik veriblər. İddia olunur ki, rəhbərliyin göstərişi ilə bir sıra yeraltı və yerüstü piyada keçidlərindən müxtəlif obyektlərə qanunsuz elektrik enerjisi verilib. Siyahıya aşağıdakı keçidlər daxildir. 5 mərtəbə yeraltı keçidi 37 mağaza, Milli Bank yeraltı keçidi 12 mağaza, Nizami yeraltı keçidi 1 mağaza, Targov yeraltı keçidi 1 mağaza, Ağşəhər 1 köşk, Luna Park 1 köşk, Ağa Nemətullah 1 mağaza, Heydər Əliyev Hasan xidmətin yaxınlığı bir köşk, Babək Azneft 1 köşk, Monte Carlo yeraltı keçidi 1 köşk, Olimp 3 mağaza, Azadlıq 189 1 mağaza, Ziya Bünyadov 11 1 mağaza, Aviasiya keçidi 1 köşk, Rəsulzadə Araz Marketin yanı 1 mağaza, Atatürk 47 1 köşk, Sabunçu 2 köşk, Salyan avtovağzalında 1 köşk. Mənbə qeyd edir ki, 7 saylı idarədə çalışan bəzi şəxslər Musayev və Nehmətovun fəaliyyətinə toxunulmayacağını iddia etsələr də, hazırda vəziyyətin dəyişə biləcəyi və yeni ayda rəhbəri Vüsal Nəsirlinin məsələyə münasibət bildirəcəyi gözlənilir. Məsələ ilə bağlı rəsmi quruma sorğu göndərilsə də hələ ki cavab verilməyib. Səsləndirilən iddialarla bağlı adı çəkilən şəxslərin də mövqeyini işıqlandırılıb.